Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mən gəlinimi qızım kimi sevə bilmərəm. Çünki qaynanadan heç vaxt ana olmaz. Xəbər verilir ki, bu sözləri əməkdar artist Sevinç Sarıyeva deyib. O, İnci Səhər verilişində gəlin-qaynana münasibətlərindən danışıb. Mənim gəlinim olanda onu qızım kimi sevəcəyəm. Çünki qaynanadan heç vaxt ana, gəlindən də qız olmaz. Aradakı hörməti qoruyub saxlamaq vacibdir. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə paytaxtın Səpəd rayonu Badamtar qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Xəbər verilir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Ford Fusion markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.